Məsələ nədir? Mən baxın bu açıqlama videosudur ya, açıqlama yayınıdır. Dəqiqə neçə dəqiqədir? Onu görə bilirəm. Hələ 11 dəqiqədir. Vur şaklar. Uşaqlar, birincisi öpürəm sizi. Baldırınızdan yeyirəm. Çünki mənim hər yayınım indi spamdayım deyə azdır, 1500 falandır. Normalda bütün canlılarım məndə minimum 5000, 6000, 7000, 8000, 10K-nı belə görmüşük də, 10.9K-ları da görmüşük. Ona görə öpürəm sizi, var olun. Mənim ümumiyyətlə TikToka girmə məqsədim insanlara, yəni bunu yenə deyirəm, loğalıq və ego kimi anlamayın. Ciddiyəm və çox ciddiyəm. Burada da baxıram, başım qasır. Təzəyəm, gözləyin hələ. Yayınlara gəlmə məqsədim, TikToka gəlmə məqsədim insanlara onu başa salmaq idi və ən yaxın dostlarıma onu başa salmaq idi ki, petoluq eləmədən, geylik eləmədən, bir tərəfi açmadan, 250 qram olmadan, Dastoynu adam balası kimi, oğlan kimi canlı yayın açıb insanları güldürmək, əyləndirmək və canlıva daha çox insan gətizdirmək olur. Bunu dostlarım başda olmaqla heç kim inanmadı. Dedi, bax gələ. Eyni bunu dedilər, var yoxdan hələ. Cəmaət dedi ki, elə bir şey yoxdur, ya nə bilim gey olmalısan, ya nə bilim hədiyyə dilənməlisən, ay şir atın, ay belə eləyin, ay odur falan filan zırt pırtdır. Bu eləməlisən ya da ki qız olmalısan, 200 qram da olmalıdır, sənə baxsınlar. Mən də girdim, göstərdim ki, hədiyyə dilənmədən, petluq eləmədən, orasını burasını açmadan, adam balası kimi danışıqla insanı sevdirmək olur və sizi əyləndirmək olur. Buna görə yendirəm, öpürəm sizi, var olun, dəstəyiniz üçün. Sonra bir həftə zat bundan əvvəl gördüm ki, bu da bəsdir. Yəni telefonu belə qoyub hara qədər də, yəni okey, insanlarla danışırsan, deyirsən, gülürsən, cəng, falan filan, Inter Milan. Baxdım, gördüm Azərbaycanda streamerlıq ölüb yoxdur. Yəni ölüb deyəndə ölməyib. Yəni olmalıdır ki, ölsün, yoxdur uşaqlar. Allahın olsun saatlarla, günlərlə, həftələrlə, aylarla bildiyin araşdırdım. Hər şeyi araşdırdım. Gördüm qardaş, nə Kickdə varıq, nə Twitchdə varıq. Yəni it belə bizi tanımır da, var yoxundan elə. Yəni Türkiyə, Azərbaycan deyəndə, canlı yayın deyəndə dirala canlı yayın açan var. Hamı baboşuz adı görüb başa düşdün. Nə bilim, onu bunu görürlər, ellər. Ya biri maşın üçün pul dilənir, biri moped üçün pul dilənir, biri nə bilim maşını vurur, qardaşım qurban olum, bir evzi yeyim falan filan zırt pırtdır. Elə danışırlar eləyirlər. Ona görə bizdə hal-hazırda streamerlıq yoxdur. Necə ki Azərbaycana YouTube-u gətirdim, prankı, sosial eksperiment falan filan, bunu bilməyənlər üçün deyirəm. Yəni Azərbaycanda mən YouTuber olanda, indi çox adamda bu arada onu da açıqlama vereyim. Gözlə. Qulaq as. Qulaq as, vuraram. Çox adam elə bilir ki, mən təzə pırt danışam. Yəni son 1-2 aydır kəşfiyyətlərdə falan filan. Yox uşaqlar, mən 10 ildir varam. Və sübutlarını da deyə bilərəm. Kim inanmırsa Instagramdan yazsın, sizə sübutlu şəkildə hər şeyi göstərərəm ki, mən 2014-dən piyasadayam. Yəni deyə bilərsiniz görməmişəm falan, normaldır. Çünki mən ilk Vine-dan başladım. Mən Vine çəkəndə nə Hüseyn Əzoğlu var idi, nə o biri Vine-lar var idi, heç kim yox idi bir sözlə. Fəziş, Pəri, altdan xət, öpürəm, var ol. Hə, mən Vine-larla başladım. Vine-da partlatdım, piyasadan çəkildim, 2-3 il olmadım. Sonra YouTube-a girişdim uşaqlar. YouTube-a girişəndə Azərbaycanda, öpürəm hədiyyə üçün. Azərbaycanda prank çəkən, sosial eksperiment çəkən bu tip adamlar yox idi. İlk Azərbaycana YouTube-u gətirdim. Pranklar çəkdim, sosial eksperimenti çəkdim. Bilmirəm, xatırlayarsınız yoxsa yox. Kanalımın adı Tərs Yüz idi. Tərs Yüz kanalının adı altında edirdim. Və ondan sonra da İğrənc Zarafatlar proyektini gətirdim Azərbaycana və nə qədər idi ay Allah. Yəni 2 aya 200 neçə minlik vurmuşdum. YouTube-da bilmirəm, bilənlər bilir yoxsa yox. Azərbaycanda 2016-cı illərdə, 2015-2016-cı illərdə 200 min, 300 min baxış nədir? Yəni bu çox, indinin özündə belə cəmaət 50 mini, 100 mini keçə bilmir Azərbaycan YouTuberları. Mən o vaxtlar 200-300 mini vurmuşdum. Bilmirəm, böyük ehtimal görmüsünüz videonu. Kepqalı qaqaşdı. Deyir bir dənə iyrənc zarafatlar eləyin də. Bax o dümbül mənəm. 2015-2016-da onu mən eləmişdim. Nəysə, bunları danışmağımı deyirəm uşaqlar. Loğalıq başqa bir şey deyil yəni. Burada özümü bomba göstərmirəm ki, oy bilin mən belə eləmişəm falan filan. Ümumiyyətlə başa saldıram ki,
Vine gördüm yoxdur, gətirdim. Azərbaycanda YouTube gördüm yoxdur. YouTube'da pranklar çəkdim, sosial eksperimentlər çəkdim, onu elədim, bunu elədim falan filan. İndi sıra nədir uşaqlar? Streamer. Azərbaycanda, o sən idin. Allah haqq mən idim hə. O kepkalı bir dənə dümbül var idi, o mən idim. İndi hal-hazırda araşdırmağım nəticələrində baxdım ki, streamerlıq yoxdur. Kikə girdim, Twitch'ə girdim, uşaq dostanışlara dedim, 4-5 nəfərə dedim ki, bəs gedin baxın görün var adamlar. Səhv eləmirəmsə, bax yalan danışmaq istəmirəm. Səhv eləmirəmsə 3-4 nəfər olub. Eləyiblər, görüblər ki, maksimum 2-3 nəfər baxıb buraxıblar. Yəni mənim dostlarımdan dediyim tanıdığım adamlardan da olub ki, 2-3 nəfər çoxdandır. Yəni bilmirəmsə uşaqlar deyin ha. Bu arada mən demirəm ha, streamer yoxdur falan filan. Prosta ümumiyyətlə görməmişəm. Streamer nədir? Streamer uşaqlar Kick platformaları, Twitch platformaları var canlı yəni. TikTok'u saymıram da, TikTok elə belə bir şeydir. Kick və Twitch əsas şeylərdir. Orada yayıncılıq eləmək. Otururlar 5 saat, 6 saat, 7 saat, 8 saat, nə bilim oyun oynayan var. Reaction göstərənlər var. Məsələn, YouTube'dan link atırlar, baxırlar, reaksiya bildirirlər, insanlarla danışa. Streamerlıq budur da, yəni canlı yayımcılıq, belə deyim. Yenə deyirəm, varsa məşhur streamer Azərbaycanda mən görmədim qardaş. Allah haqqı çox araşdırdım. Kikə girdim, Twitch'ə girdim. Yəni 2-3 nəfər qabağıma çıxdı toplamda. O da qaqaşlara maksimum 4-5 nəfər baxırdı. Yəni o da Kik, Twitch, yəni yayımcılıq sayılmır da, streamerlıq sayılmır. YouTube adın deyin. YouTube adım yoxdur uşaqlar. 3 dənə kanalım olub, 97 minlik bir kanalımı vurdular, 50 minlik bir kanalımı vurdum. Tərsiz idi adı əvvəl. Doğum günüdür. Sənin doğum günümü təbrik edirəm mən. Zef saçır. Uşaqlar, Zef Çeresteres yaxınımdır, tanışımdır. Yəni ona bir şey demirəm, amma Zef streamer deyil. Yəni yenə deyirəm, başa sala bilmirəm sizə, Allahın olsun, streamerlıq nədir? Ağzıma saqqız atan Al Capone. Eləmə qardaşım, öpürəm, var ol. Streamer çox ayrı bir şeydir. Uşaqlar, streamer kimi deyimsə, mən də tanımıram. Allahın olsun, mən də yeni baxmışam Türkiyələr zətdə. Bax, Elrain var, Eray var. Ondan sonra Ebonyondu, nə bilim nədir. Bax, onlar var. Bax, streamerlıq odur uşaqlar. Adamlar bildiyin otururlar. Full ancaq ya oyun yayınlar açırlar, ya nə bilim məzələnirlər, ya başqa bir şey edirlər falan filan. Bunlar da uşaqlar. Yəni orijinal streamerlıq budur. Ebonyon, Elrain falan. Bax, hə, yəni onları, mən də onları təzə tanımışam bu arada. Təzə tanımışam deyəndə çoxdan bilirəm. Təzə barışçıya. Hə, məsələn, bax, bunlar uşaqlar. Nəysə sözümü nəyə gətirirəm uşaqlar? Baxdım ki, Türkiyədə Afrikanın özü, bilim, Mozambikdə streamerlar var uşaqlar. Adamlar su tapa bilmir, streamerlar var amma. Biz o qədər bədbəxt vəziyyətdəyik ki, bizdə streamerlıq bilirsiniz nədir? Ya gey olmalısınız, döşünüzü pırtladıb canlı açmalısınız. Ya nə bilim, qurban olum uşaqlar, davay, şir atın, şər atın, bilin, onu atın, bunu atın, özümü cıracam. 100 şir gəlsə, nə bilim, baseyndə özümə soxacam, nə bilim, nə falan. Streamerlıq bu deyil. Mən ona görə TikTok'dan yavaş-yavaş çəkilmək istəyirəm və istəyirəm ki, doğrudan da Azərbaycana normal streamerlığı gətirim və məndən sonra da insanlar gəlsin, piyasa dolsun. Başa düşürsünüz? Yəni bunu Allahın olsun, yəni məni yaxından tanıyanlar da bilir ki, nə bunu pula görə eləyirəm, nə bunu məşhurluğa görə eləyirəm, nə yəni heç nəyə görə eləmirəm. Prosta Azərbaycanda boşluqdur. Eləyək də bilin, kim atdı onu? Lami, öpürəm, var olasan. Yəni mən gətirim, arxamdan camaat da gəlsin. Dolduraq da Kikə Azərbaycan bayrağı yox deyə. Allahın olsun, girin bir dənə baxın, Twitch'də ya da Kikdə idi səhv eləmirəmsə. Orada ölkələri seçmək olur. Ölkələri seçmək olur. Girirsən, Azərbaycan adı var, bayrağı yoxdur. Bayrağını tanımır. Ya Twitch olmalıdır, ya şey olmalıdır, Kik olmalıdır. İkisindən biri. Uşaqlara mən atdı, inanmadım. Girdim, baxdım, doğrudan da elədir. Ya bu gülünc vəziyyətdir. Quran haqqı bizdən balaca bu boyda adalar var. Adalar, Yunanistan zat, nə bilim Kipr zat da. Bizdən bax balacadır da, başa düşdün? Və Afrika zat var. Nə bilim, tanınmayan insanlar zatlar var ki, onlar o ölkələrin bayraqları var. Bizim amma bayrağımız, adımız yoxdur orada qardaş. Yəni bildiyin gülünc vəziyyətdir ya, Quran da olsun. Ona görə uzun sözün qısası, uzun sözün qısası. Dəstək olanlar öpürəm, var olasınız. İndi uşaqlar, planımız nədir? Yəni spirit eğitim gəlirəm.
Dolya Varaskaya.